Dəfələrlə şəhid qardaşına yalvardım, müraciət etdim ki, müqəddəs şəhidimizin adından istifadə edib bələdiyyə ərazisini öz başına zəbt etməklə, marşet keçməklə olmaz. Məni haqq hesab çürütməyə dəvət etdiniz. Dedim, şəhid qızı, atanın ruhuna hörmət et. Canlı açıb jurnalistləri, blogerləri, vulqar ifadələrlə təhqir etmək qanuna ziddir. Məni hədələdiniz. Bax, budur nəticəsi. Şəhid adını adiləşdirməyə heç kəsin ixtiyarı yoxdur. Onları biz müqəddəs tutmasaq, sabah Suriyada, İranda, İraqda gedib muzlu döyüşənlər də özlərini şəhid adlandıracaq. Mehmet Akif Ersoy demişkən, bastığın torpaqları torpaq deyərək keçmə, tanı. Düşün ayağının altında minlərlə kəfənsiz yatanı. Sən şəhid oğlusan, incitmə, yazıqdır atanı. Vermə dünyaları alsan da bu cənnət vatanı.